Salamlayıram sizi bir daha. Bəli, hazırda media və dekolonizasiya, yüksələn səslər, güclənən narrativlər mövzusunda beynəlxalq konferans davam edir. Tədbirdə müxtəlif ölkə və ərazilərdən olan media nümayəndələri dekolonizasiya proseslərində medianın rolunu müzakirə edirlər. İndi isə qonaqlarımızdan biri ilə söhbət edəcəyik. Qonağımız One SXM təşkilatının katibi və St. Martin New Desk yerli xəbər platformasının aparıcısı Elston Lawrence-dir. Hello, Mr. Lawrence. Nice to meet you here. I want to ask you a question about this conference and what are the biggest challenges about the journalists face in your region? I think the biggest challenges worldwide for any region involved with colonialism is to have space in media, is to have space in the media itself, So some of us that have platforms or have shows or have channels need to invite more people who have this global south message to be able to get them involved. And that is the biggest challenge. There's no funding behind decolonization conversations. There's no money behind it. There's no advertising behind it. And so from within, we all need to connect better and be able to push each other forward. So I'm a believer that maybe we should have a global south network of television people, of social media people, that there is a channel where we can speak at least. Thank you so much for the interview and for your time. Bəli, müsahibimizə sual verdik ki, burada ümumiyyətlə konferansda müzakirə olunan mövzular hansılardır və onun öz regionunda, yəni öz ölkəsində olan əsas məsələlər, yəni hansılardır burada müzakirə mövzusu olan. O isə bildirdi ki, bir-birimizə dəstək olmaq və irəli aparmaq vacibdir. Televiziya, sosial media və digər informasiya platformaları arasında əməkdaşlıq olmalıdır. Hər bir kanal öz səsini çatdırmalıdır və eyni zamanda bildirdi ki, media nümayəndələrinin bir-birinə dəstək verməsi və əməkdaşlığı böyük əhəmiyyət daşıyır və onun sözlərinə görə digər informasiya platformaları və televiziyalar birlikdə çalışaraq müxtəlif çağırışların eşidilməsinə imkan yaradır və bu platformanın da, bu konferansın da daha doğrusu keçirilməsi bu baxımdan olduqca əhəmiyyət daşıyır. Hələlik bu saata çatdıracağım son məlumatlar bunlar idi. Konferans izləməyə davam edirik və qarşıdakı xəbər baxışlarında sizə daha ətraflı məlumatları çatdırmaya çalışacağıq. Hələlik isə məndən bu qədər. Söz yenidən studiyada.